Aman aman oy, qaşı kaman o, gəl alım, maralım, dili bilməz. Kukla aktyoru o qədər çevik və manevrli olmalıdır ki, o özündə olan yaşantını kuklaya ötürməlidir və kukladan sonra da həmin tamaşaçıya. Sizin məsuliyyətiniz iki qatdır. Həm gələn valideyni məmnun etməlisiniz, həm də gələn uşağı. Bu tərzdə yetişən uşaqlar da cəmiyyətdə həmişə yararlı insanlar olurlar. Aktyorlar olmasa, o kuklaya həyat verən, o kuklanı səsləndirən olmayacaq. Aktyor necə canlandırıb, necə təqdim eləyirsə, hansı hisslərlə yaşayırsa, biz artıq o əsəri, nağılı o şəkildə qəbul edirik və fikrimizdə elə qalır. Uşaqları aldada bilirsinizmi? Bəzi uşaqlar elə zənn eləyir ki, həmin kuklalar gerçəkdirlər, realdırlar. Uşaqlar artıq o telefonlardan ayrılıb, burada başqa bir dünyaya düşməlidirlər. O sehirli dünya dediyimiz həmin teatr odur məhz. Uşaqların psixologiyası, dünya görüşü tamam fərqlidir və biz onlara davamlı şəkildə yenilik təqdim etməliyik. Gələn gənclər də öyrənsinlər, baxsınlar, bilsinlər ki, kukla teatrı nə deməkdir və kukla teatrı necə olur.